Vağzalı Azərbaycan xalqının ən dəyərli və simvolik rəqslərindən biridir. Zərif, kövrək və ürəyə yatan melodiyası ilə bu rəqs əsrlərdir toy və gəlin aparmaq mərasimlərin ayrılmaz hissəsinə çevrilmişdi. Elə bir Azərbaycan toyu yoxdur ki, Vağzalının sehirli səsi orada eşidilməsin. Segah məqamında 6-8 ölçüsündə qadınlar və kişilər tərəfindən ifa olunan bu rəqs sevinç və həsrət hisslərini eyni anda yaşadır. Gəlin evində ayrılıq, oğlan evində isə sevinç duyğusu yaradan bu melodiyanın hərəkətləri süzücü, yumşaq və zərifdir. Vağzalının tarixi çox qədim dövrlərə, Kitabi Dədə Qorqud dastanında adı çəkilən yelətmə havasına qədər uzanır. Yelətmə, coşdurma və həvəsləndirmə mənası daşıyaraq gəlin köçürmə mərasimlərində səsləndirilmişdi. Zamanla bu hava atlandırma adını almış. Çünki gəlinlər atla və ya faytonla yeni həyata yola salınarmış. 16-cı əsrdə Qaraqoyunlu tayfalarına məxsus Qarabağın ağırı və Asta Qarabağı rəqslərinin musiqi motivləri də Vağzalının formalaşmasında önəmli rol oynamışdır. 19-cu əsrin sonlarında dəmir yollarının çəkilməsi ilə gəlinlərin Vağzaldan yola salınması adət halını aldığından rəqs Vağzalı adı ilə məşhurlaşmışdır. Vağzalının musiqisi lirik və incədir. Səid Rüstəmov 1936-cı ildə Vağzalı rəqsini notlaşdırmışdır. Bugün Vağzalı Azərbaycan toylarının başlanğıcı və sonunu bildirən bir musiqi rəmzidir. O, xalqımızın zəngin mədəniyyətinin, dərin duyğularının və milli kimliyinin canlı ifadəsidir.